Bu dünyanı, dünya və dünyada olanları Allah Taala yaradıb ki, biz onun vasitəsilə neyniyək? Haqqı görək, onu görək. Mən Gülşənə nəzər salanda, o mənə xeyir verməyəcək. Mən bu sən saldığım bağ-bağçanın aşıqı deyiləm. Mənim xəyalımda olan başqa bir sərv-qamət var ki, mən onun fikrindəyəm. İnsan aşiq oldu, o eşqlə elə məşğul olur, elə onun odunda yanır ki, ona biganə qalan əğyardır. Dünyanın xüsusiyyəti budur. Dünyaya ona görə nə son dərəcədə gərək bağlanasan, nə də əl çəkəsən. Ki, məqsəd onu görmək olsun. Onda həqiqəti görə biləcəksən. Mənə onun vurduğu ox mənim canımdan da əzizdir. Aşiqə o çox ah-nalə çəkib göz yaşı tökmək, aşiqi neyniyər? Eşq aləmində rüsva edir. Düşmənin tənə oxları mənə heç kar eləməz. Hələ birinci cümlədən özü bildirir özünü ki, mən aşiqəm. Mənim bu aləm içrə bir qara gözlü nigarım var. Fərağından gecə gündüz nə səbrü, nə qararım var. Edərlər dərd bilməzlər məni təklifi gülzarə. Üzün yadı ilə bilməzlər bir aləm növbəharım var.